Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinle birlikte 4. sınıf Azərbaycan dil dəftərindən səhifə 56 və 57-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 4 tapşırığında deyir ki, verilmiş sözləri cədvəlin uyğun xanalarında yaz. Sözlər bunlardır: yoldaş, böyük, səhər, gündüz, qoçaq, kətan, dərin, bulud, tozsoran. Yalnız dodaqlanan saitli sözlər: böyük, gündüz, bulud. Yalnız dodaqlanmayan saitli sözlər: səhər, kətan, dərin. Həm dodaqlanan, həm də dodaqlanmayan saitli sözlər: yoldaş, qoçaq, tozsoran. B. Verilmiş sözlərdən istifadə edərək ahəng qanununa görə ardıcıllığı tamamla. Sözlər bunlardır: torpaq və kitab. 1. Alim, açıq, elan, külək. Buradakı ardıcıllıq budur. Biri ahəng qanununa tabe deyil, biri ahəng qanununa tabedir. Belə gedir və sonda kitab olur. İkinci səki, övlad, odun, divar və torpaq olur. Burada da eynidir. Birincisində ahəng qanununa tabedir, ikincisində deyil. Sonra da belə davam edir. C. Uyğun sözlər yazmaqla cümlələri tamamla. Sözlərin düzgün yazılışına diqqət et. 1. Bir həftədə 7 gün var. 2. 5 ilə 4-ün cəmi 9 edir. 3. Həftənin 3-cü günü çərşənbə adlanır. 4. Payız fəsli sentyabr ayından başlayır. C. 4-dən biri səhv yazılıb. A. Komandir, B. Sübut, C. Qəhrəman, D. Ümumi. C. Qəhrəman. Qəhrəman yox, qəhrəman yazılmalıdır. A. Təəccüb, B. Mühit, C. Velosiped, D. Pilləkən, B. Mühit. Mühit yox, mühit. A. Təyyarə, B. Pambıq, 3. Tramvay, D. Lampa. Tramvay yox, tramvay. C. A. Hökm, B. Fənlər, C. Təbiət, D. Mətn. Hökm yox, hökm. Burada ü olmamalıdır. Keçək səhifə 57-yə. Keçdik səhifə 57-yə. Süni intellekt. Bir tapşırığında deyir ki, söz boğçasındakı sözlərdən istifadə edərək cümlələri tamamla. 1. Elmi fantastik əsərlər yazıcının fantaziyası və real faktlar əsasında yazılır. 2. Redaktorun məqaləsini hamı bəyəndi. 3. Robotlar insanların yaratdığı mexaniki varlıqlardır. 4. Gün keçdikcə robotlar süni maşınları əvəz edir. 5. Şagirdlərin məlumatı araşdırması və təhlil etməsi onların təfəkkürünü inkişaf etdirir. 6. Robot insanların işini asanlaşdıran ağıllı maşındır. B. Ağıllı və mexaniki maşınların fərqini izah et. Bu mənim fikrimdir. Siz də başqa cür daha geniş yaza bilərsiniz. Ağıllı maşınlar proqram əsasında süni intellekt lidarı olur. Mexaniki maşınlar isə insan tərəfindən və yanacaq lidarı olunur. C. Robotlar mətnindən əldə etdiyim 5 əsas məlumatı qeyd et. 1. Karel Çapek süni insanlara robot adını verir. 2. Robot iş bəlasını verən robota sözündən götürülüb. 3. İlk robot 1928-ci ildə yaradılıb. 4. Robot işini yaradıcı yanaşır. 5. Robot proqramlaşdırılmış süni.
intellektdir. Belə dostlar, bu gün sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.